Minik avtomobili ilk 20 saniyə ərzində 108 km/saat sürətlə düz xətli bərabər sürətli hərəkət edir. 108 km/saatı metr/saniyəyə çevirək. Bunun üçün 18-də 5-ə vurmaq lazımdır. Olacaq 30 metr/saniyə. Və sürətin zamandan asılılıq qrafikini quraq. Əvvəlcə düz xətli bərabər sürətlə hərəkət edir. 20-ci saniyənin sonunda isə tormozlanaraq yavaşlayır və dayanır. Burada 25 yazmaq lazımdır. Bizə verib ki, radius 40 cm-dir, yəni 0,4 metrdir. Zamanı da verib 20 saniyə. Dövrlərin sayını soruşur. İlk 20 saniyə ərzində onun sürəti də 30 metr bölünsün saniyədir. Onda yazarıq V bərabərdir 2pi r böl t. 2pi r t bölünsün n də qalxar yuxarı. Dövrlərin sayını tapmaq üçün düsturumuz belədir. Vt bölünsün 2pi r. V-nin qiyməti 30, t-nin qiyməti 20, pi 3, r-dəki 0,4. Bu da olacaq 250. Növbəti sual. Qrafiki biz onsuz da qurmuşuq. Sürətin modulunun zamanın asılıq qrafikini istəyir. Çəkmişik, qiymətləri də ifadə eləmişik. Yəni biz növbəti sualı həll etmişik artıq.